Digital Login hesabı üzrə məlumatlarınızı artıq daha təhlükəsiz şəkildə qoruya bilərsiniz. Bunun üçün şəxsiyyət vəsiqənizin PIN kodu ilə Digital Login hesabınıza daxil olun. Şəxsi kabinetinizdə təhlükəsizlik bölməsindən 2 faktorlu autentifikasiyaya daxil olun. Funksiyanı aktivləşdirin. Ekranda görünən bərpa kodlarını kopyalayaraq yaddaşda saxlayın. Autentifikasiya tətbiqlərində problem yaranarsa, bu 8 fərqli bərpa kodları ilə sistemə daxil ola bilərsiniz. Hər bir kod bir dəfə istifadə üçün keçərlidir. Daha sonra davam et düyməsini sıxın. Google Authenticator tətbiqinə daxil olun. Ekranın sağ-aşağı küncündə yerləşən üstəgəl düyməsini sıxın və QR kodu skan edin seçiminə keçid edin. Veb səhifədəki QR kodu oxudun. Ekranda göstərilən autentifikasiya kodunu Digital Login veb səhifəsinə geri qayıdaraq müvafiq xanaya daxil edin və aktivləşdirin. Bundan sonra Digital Login hesabınıza daxil olduqda Google Authenticator tətbiqinə gələn bir dəfəlik təsdiqləmə kodunu daxil etməyiniz tələb olunacaq. Yeni funksiya hesabınıza başqa şəxslərin daxil olmasının qarşısını alır. İndi məlumatlarınız 2 qat təhlükəsiz olacaq.